Çağrı mərkəzləri asan xidmət modeli əsasında təkmilləşdiriləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən keçirilən brifinqdə məlumat verilib. Bildirilib ki, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətləri təşkil olunacaq və bu mərkəzləşdirilmiş qaydada asan xidmətin çağrı modeli əsasında 108 çağrı mərkəzi vasitəsilə göstəriləcək. Çağrı mərkəzi mövcud olan qurumlarda çağrı xidmətlərinin təkmilləşdirilməsi, çağrı mərkəzi mövcud olmayan qurumlarda isə çağrı xidmətlərinin yaradılması ilə bağlıdır. Qeyd olunan məsələ ilə bağlı beynəlxalq təcrübə araşdırılmış və qanunvericiliyə bir çox mütərəqqi müddəalar gətirilmişdir. Belə ki, uzaqdan cavablandırma mexanizmi yaradılmışdır ki, bu da əlil vətəndaşlarımızın sosial cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaqdır. Nitq qabiliyyəti yaxşı olan, lakin hərəkət qabiliyyəti məhdud olan əlil vətəndaşlar müvafiq texniki avadanlıqlarla təmin ediləcəklər və onlar öz evlərindən də çağrı xidmətlərini göstərə biləcəklər.